Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında Temu Farmlatdan pulsuz bir şəkildə əldə etdiyim məhsulların kutu açılımını eləyəcəm. Ümid edirəm ki, bu video sizlərə faydalı olar və Temu Farmlat oynayanlar üçün maraqlı bir kontent alınar. Belə bir kutuda 2 ədəd məhsul gəlib. Bildiyiniz kimi Temu Farmlatda axır vaxtlar o qədər ürək açan hədiyyələr vermirlər daha ucuz şəkildə. Mən çalışdım ki, əlimdən gəldikcə daha dəyərli məhsullar seçəm. Qeyd eləyək ki, əgər Temu Farmlatı bitirmək və Temu Farmlat necə oynanılır bunun haqqında məlumat almaq istəyirsə, kanalımızda kifayət qədər videolar var. Bu videonun açıqlama bölməsinə əlavə eləyəcəm. Oradan da izləyə bilərsiniz. Belə bir kutuda 2 ədəd məhsul gəlib. Temunun standart paketləməsidir. Bunu kutudan çıxaracağım. 2 ədəd məhsuldur və nələr gəlib bir yerdə sizlərdən baxacağıq dostlar. Bu şəkildə kutudan çıxardıram. Belə məhsullarda 2 ədəd. Baxın. Əslində mən bilirəm nələr gətirmişəm və bu məhsullar mənə 0 manata gəlib Farmlat oynadığım üçün. Bu da videoda da bunun təsdiqidir ki, həqiqətən Farmlatda udduğunuz məhsullar sizə birbaşa gəlir. Baxın, bu şəkildə 2 ədəd məhsuldur. Birindən başlayacağım. İlk öncə bu balaca kutudan başlamaq istəyirəm. Bu böyük kutunu axıra saxlayacağım. Görək bunun içərisində nələr çıxır. Bu şəkildə açaq, baxaq görək bunun içərisində dostlar nələr çıxır. İndi yaxın çəkimdə də sizlərə detaylı bir şəkildə göstərəcəm. Belə bir məhsuldur. Belə bir məhsul almışam dostlar. Deməli üzərində yazılıb ki, HD TV Splitter. Yəni bu açıqcası mənim işimə yarayır və onun üçün aldım. Qısacası bu nə işə yarayır bilməyənlər üçün indi kutu açılımını eləyəndə izah eləyəcəm. Keçək yaxın çəkimdən baxaq bunun içərisində nələr çıxır və bu məhsulumuz nə işə yarayır, hamısını da sizlərə izah eləyək. Bu şəkildədir. İçərisində qəşəng bantlayıblar. Belə bir USB kabeli çıxır. Bu çox güman ki, power'ı qoşmaq üçündür. Bunların üzərində həmişə belə kabellər gəlir. Sadəcə adapturu gəlmir. Onu sizlərə qeyd edeyim. Aparatımız belə plonkası üzərində. Açıb göstərək sizlərə. Daha işıqlı bir effektlə göstərsək məncə daha yaxşı olar. Baxın. Üzərində də yazılıb HD TV Splitter. Yəni HDMI-yi 2-yə bölür. 2 ədəd bunun üzərində deməli HDMI çıxışı var. Baxın gördüyünüz kimi 2 ədəd HDMI girişi, çıxışı, bir ədəd də burada giriş, yəni input giriş var. Bunlar da ki çıxışlardır dostlar. Yəni bildiyim qədərilə və bir ədəd isə USB kabel girişi var. Bunun girişi var power'ə qoşmaq üçün. Belə bir girişi var dostlar. Baxın. Toka qoşmaq üçün belə girişi var. Dostlar, bu nə işə yarayır? Açıqcası mən sizə bunu qısa izah edeyim. Burada qoşmaq kimi bir lüksüm yoxdur. Eyni vaxtda tutaq ki, evinizdə PlayStation-ınız var və yaxud da DVD var. Bu başqa bir şey də ola bilər. HDMI görüntü verən. Eyni vaxtda və ya da proyektor da ola bilər. 2 dənə ekrana, televizora eyni vaxtda görüntü vermək üçün işə yarayan bir şeydir. Çox qəşəng bir şeydir. Əslində işə yarayan bir şeydir. Nəyə görə deyirəm? Yəni eyni vaxtda tutaq ki, siz atıram ki, proyektordan hər hansısa bir sunum göstərirsiniz, hardasa bir dərs izah eləyirsiniz və ayrı-ayrı otaqlarda başqa adamlara göstərmək istəyirsiniz. Misal üçün, bunu qoşursunuz, kabelinizin birini bu şəkildə başqa bir televizora ötürürsünüz, bu şəkildə də birini də başqa bir ekrana ötürürsünüz. Yəni 2 dənə çıxış verir eyni vaxtda. Bunu da toka qoşub, həmin proyektorun girişindəki bu şəkildə bu HDMI yerinə qoşursunuz. Qoşduqda da bu aparat vasitəsilə siz ekrana eyni vaxtda 2 görüntü ötürə bilirsiniz. Bu şəkildə bir aparatımızdır. Qəşəng istifadəsidir. Yəni pulsuz şəkildə gəlib. Burada da istifadə qaydası üçün belə bir kitabçası gəlib. Kitabçasının üzərində yazıb nə lazımsa, necə qurlaşdırma olur. Baxın, ekranları da mənim dediyim kimi 2 ədəd eyni vaxtda monitora görüntü verə bilir dostlar. Birinci məhsulumuz bu şəkildədir. Başqa bir seçeneği yoxdur. Farmlatdan pulsuz bir şəkildə bunu veriblərsə böyük şeydir. Əslində ilk başlarda daha yaxşı məhsullar verirdi bu Farmlat. Amma daha sonra elə bir ki daha ucuzlaşdırmağa başladı. İndi ikinci məhsulumuza keçək. Baxaq görək o məhsulumuz nədir. İkinci məhsulumuz belə biraz böyük kutuda gəlib. Bu saatdır dostlar. Deməli
Qutusu çox xoşuma gəldi bunun. Mənim həqiqətən qutusu çox xoşuma gəldi. Elə bir telefon qutusuna oxşayır. Baxın. Bu saat ağıllı saat gedir. Üzərində yazıb Smart Watch. Yəni bu şəkildə saatlardır. Açıqcası bunu mən telefona zəng götürmək üçün, yəni zəngə cavab vermək üçün belə şeyə görə seçmişdim. Qutusundan Smart saatımız bu şəkildədir. İndi bunun kutu açılımını eləyək. Baxaq görüm içərisində nələr var. Belə bir kitabçığı çıxır üzərində və saatımız da içindədir. Deməli dostlar, qutunun içərisindən belə kitabçığı çıxır. İstifadə qaydasını göstərir. Olduqca dolu bir kitabçığı var. Baxın bu şəkildə fərqli dilləri olduğu üçündür. Baxın gördüyünüz kimi QR koduna kimi var. İndi onsuz qoşacağıq bunu. Mən də birinci dəfə baxıram. Sizlə bərabər öyrənəcəm qoşmağı. Deməli, saatımızın içərisində belə dolu bir kit şəklində gəlir. Bu nədir? Bu yəqin ki bunu zaryadkaya qoymaq üçündür. Çox güman ki, belə USB kabeli gəlir. Bu şəkildə. Belə bir USB kabeli gəlir üzərində. Bir ədəd saatın öz qayışı bu ayrı şəkildə gəlir. Yəqin özümüz kit şəkildə qurlaşdırırıq. Belə rezindir. Xoşuma gəldi, pis deyil. Bu da həmçinin və saatın özüdür. Saatın özünü yaxından göstərək. Baxın. Saatın materialı açıqcası xoşuma gəldi. Belə baxıram, yəni plasmas deyil də. Bilmirəm poladdandır yoxsa dəmir nədir bilmirəm, amma belə bərk maddədədir. Yəni bu şəkildə gördüyünüz kimi üzərində belə kağızı var. Saat həqiqətən görünüşü qəşəngdir dostlar. Həqiqətən ağırlığı olsun. Biraz keyfiyyətli bir şey oxşayır. Necə deyim? Yəni plasmas bir şey deyil. Düzdür, bu qabı biraz plasmas, çox keyfiyyətsiz bir şeydir, amma bu qiymətə belə indi içindəkilərə baxacağıq. Bu yəqin ki bu şəkildə bura taxılır. Mən bildiyim qədərilə taxa bilmədim. Zaryadka yığmaq üçündür çox güman ki bu. Burada gördüyünüz kimi 2 dənə yeri var, zaryadka yığmaq üçündür. Bu şəkildə gördüyünüz kimi zaryadkaya qoymaq üçün baxın arxasındakı zaryadka diriklərini tuşlaşmış şəkildə belə yerləşdirirsiniz və bunu toka taxırsınız. Bilmirəm indi bunun zaryadkası var ya yox. Açılışına baxın dostlar. Standart saatdır, normal. Bunun əlcəklərini taxmaq istəyirəm, qoluma taxmaq üçün. Saatımızı belə kitini qurlaşdırdım. Ümid edirəm ki, düz şəkildə qurlaşdırmışam. Və qolumuza bu şəkildə taxılır. Baxın. Taxıb da videoda göstərəcəm sizlərə. Yəni prosto bunun Smart Watch yazıb, o xüsusiyyəti olub olmamağına baxmaq istəyirəm. Həqiqətən varmı? Saatımız bu şəkildədir. Görünüşü qəşəngdir. Həqiqətən xoşum gəldi mənim bunun görünüşündən. İndi videoda necə görsənir bilmirəm. Baxın. Yəni görünüşündən xoşum gəldi açıqcası. Baxın içi dolu bu şəkildə gəlir. İndi bunu kameradan daha yaxından göstərmək istəyirəm sizlərə çıxardıb. Dostlar, saatımızın menüsünə baxın, necə dolu gəlir bu şəkildə saatın içərisində. Hətta Twitter'inə belə, Facebook'una kimi var. Bunun içərisində ayarlarına girmək istəyirəm. Ayarlarına nə var? Özü sensorda ekrana. Baxın gördüyünüz kimi. Bunun qiyməti səhvlənmirəmsə Temuda 10 manat, 8 manat belə dəyişir. Yəni qiyməti. Deməli, display, burada səs var. Bunun dilinə baxmaq istəyirəm. Baxaq görüm burada dilində nə var. General seçənəyinə girirəm. Burada language var. Language-də Azərbaycan dili yoxdur. Türkçə olmalıdır. Türkçə var. Türkçə seçirəm və tamam basıram. Bir dənə ana səhifəsinə keçək. Baxın, artıq Smart Watch-ımızın dili Türkçə oldu. Ayarlara girirəm. Baxaq burada fərqli nələr var. Zaman dilimi, səs və dokumentik, ekran və parlaqlıq. Buradan ekran parlaqlığını artıra bilərsiniz, azalda bilərsiniz. Bu şəkildə gecə parlaqlıq modu var. Arxaya çıxmaq üçün də bu düyməyə basırsınız, arxaya çıxır. Başqa nələr var? Bir dənə geriyə çıxaq, yenə ayarlarına girək. Uygulama görüntüsü, ekran, genel.
Bluetooth var. Bluetooth'dan telefona bağlana bilirsiniz. Bu öz uygulamasıdır. Yəni telefona yükləmək üçün QR koddan oxutursunuz. Telefondan QR kodu açıram. QR kodu oxuyan telefondan açıram dostlar və bunu oxuturam. Telefonunuza yükləyirik. Yükləmə qaydası çox sadədir. Belə indi biraz ekranı uzaqlaşdıraq. Yəni belə bir səhifəyə atır sizi telefondan. Səhifədən proqramını yükləyirsiniz. Yəni başqa bir teması yoxdur. Dostlar, proqramı yüklədik. Belə ZT Plus adında proqram var, qərib adı var. Bunlara icazə verirsiniz. Mən də birinci dəfə qoşuram sizdən bir yerdə. Burada sizlərə giriş istəyir. Mən bunu qəbul edirəm və burada Google hesabını seçirəm. Öz hesabıma giriş edirəm. Şifrə parol təyin eləyir. Deyir ekran görüntüsünü alın. Mən də ekran görüntüsünü aldım. Burada belirlə bölməsi var. Və burada belirlə seçirik. Burada cinsiyyət, yaş, istəsiniz seçə bilərsiniz. Buradan takma ad var. Burada hansısa bir ad yazıram. Fikirli yazacağam mən. Lütfən bildirim iznini açın. Bildirim iznini açıram. Burada yəni telefondan bildirimlərə icazə verirəm. Həmən proqramı seçirəm. Buradan icazə verirəm ki, mənə bildirim gəlsin. Yəni bu saatın məntiqi də odur ki, telefona mesaj gəldi, ani momentdə cavab vermək üçün sənə bildirim gəlsin. Əslində qəşəng şeydir. Mən bunu əvvəldən planlaşdırırdım. Saata bağlamaq üçün də burada görürsünüz ki, saat xırda X düyməsi var. Buna sıxırsınız. Bluetooth aktiv olur. Həmçinin saatda da buradan Bluetooth seçənəyinə girirsiniz. Baxın, gördüyünüz kimi menüsündə ayarlara girirsiniz. Ayarlara girdikdə burada Bluetooth seçənəyi var. İcazə verirsən. Ana səhifəsinə keçək. Burada deməli dostlar, genel ayarlara girib Bluetooth-unu aktiv edirsiniz. Aktiv elədikdə avtomatik telefonda, telefon ekranda bu saatı tapacaq. Ekrana avtomatik burada baxın saatımızın adı çıxdı. Üzərinə klik edirik, bağlanıyor. Amma eyni vaxtı qoşmaq üçün də mütləq şəkildə bu buradan da Bluetooth ayarından siz mütləq şəkildə ikisinin də Bluetooth açıq olsun. Həm telefonun Bluetooth açıq olmalıdır, həm də ki saatın Bluetooth açıq olmalıdır ki bu telefon sizə qoşulsun. Aha, saatımız artıq qoşuldu. Burada kilometraj da var dostlar. Buradan addımımızı ölçür. İstəsəz burada gəzdikcə bu saat da sizin qolunuzda addımımızı ölçür. Çox qəşəng bir şeydir. Fərqli bir nə var bunun proqramın içərisində baxaq. Fərqli bir şey yoxdur. Kilometraj seçir. Burada nə var? Verilər var. Yəni siz nə qədər gəzdiniz. Hamısını, addımını ölçür. Spor var, idman elədiniz. Burada avtomatik başladırsınız. Baxın, idman seçənəyində geri sayımla başlayır. Saatımıza da bildirim necə gəlir? Burada baxın, gördüyünüz kimi məndən mesaj gəldi. Mesaj gələn kimi avtomatik burada WhatsApp-da mesaj gəlir. Buradan ekranda mesajlara baxa bilirsiniz. Görüntülər rədd et və yaxud da görüntülər dedikdə ekranda bu şəkildə mesajlara baxa bilirsiniz. Və yaxud da silə bilərsiniz. Yəni avtomatik telefona mesaj gəldi, nə gəldi, bildirim gəldi, bura gəlir. Kamera seçənəyinə də basdıqda buradan şəkil çəkə bilirsiniz. Birbaşa telefonun kamerasını açır. Başqa nəyi var? Twitter yoxdur. Twitter varsa onu köçürə bilərsiniz. WhatsApp-a girə bilirsiniz. WhatsApp mesajlarınıza baxa bilərsiniz buradan. Başqa da bir teması yoxdur. Burada kontaktınıza baxa bilərsiniz. Senkronizə etdikdən sonra kontaktınız açılır. Zəng eləyə bilərsiniz dostlar. Buradan kimsə nömrəsini yığıb telefona avtomatik zəng eləyə bilərsiniz. Aramalar, kimsə zəng edən telefona düşür. Bildirim kimi gəlir. Və bu zaryadka ilə işləyir. Baxın, avtomat zaryadkası qutardı. Smart zaryadka ilə işləyir. Bu şəkildə başqa bir ekrana basdıqda da burada normal saata keçir. Mənə çox xoşuma gəldi açıqcası. Dostlar, saatımız da baxın uzaq çəkimdən bu şəkildədir. Videomuz bu qədər idi. Ümid edirəm ki, videolarımız sizə faydalı oldu. Farmlant haqqında videoları izləmək istəyirsə, Farmlantı necə qazandım və bu Farmlantı bitirdiyim video var. Onu izləmək istəyirsə, açıqlama bölməsinə əlavə etmişəm. Mütləq şəkildə o videonu izləməyi sizə tövsiyə edirəm. Həmçinin Farmlantdan bol su toplamağın variantı var. Onu da videonun açıqlama bölməsinə əlavə etmişəm. Təqdim etdiyi fikirli kanal.